Salam, axşamınız xeyir olsun. Günahs TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Havaya qaldırıldı. Persepolis klubuna xaker hücumu 100-dən çox sənəd ələ keçirildi. İndi isə daha ətraflı 2025-ci ildə İran həbsxanalarında ən azı 1922 nəfər edam edilib. Bu haqda İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bu statistika edamların 2024-cü illə müqayisədə 106% artdığını göstərir. Məlumata görə 10 nəfər ictimaiyyətin gözü qarşısında edam edilib. Bu statistika 2025-ci il 1 yanvar, 2025-ci il 20 dekabr dövrünü əhatə edir. İllik hesabat İranda insan hüquqları vəziyyəti ilə bağlı 10.826 məlumatın toplanması, təhlili və sənədləşdirilməsi əsasında hazırlanıb. Bu müddət ərzində edam edilənlərdən əlavə ölkənin məhkəmə sistemi tərəfindən 168 nəfər ölüm cəzasına məhkum edilib. Edam olunanlar 1681 nəfəri və ya 87% kişi, ən az 59 nəfər, yəni 3% qadındır. Edam edilənlərin 10%-nin cinsiyyəti barədə məlumat yoxdur. Bundan əlavə yetkinlik yaşına çatmayan 2 nəfər cinayətkar edam edilib. 2025-ci ildə İranda edam edilənlərin 47,55%-i qətl, 46,10%-i isə narkotik ittihamı ilə edam olunub. Almaniyanın Berlin şəhərində Güney Azərbaycanlı siyasi məhbuslarla bağlı konfrans keçirilib. Azərbaycan və İranda siyasi məhbuslarla məlumat və həmrəylik adlı konfrans Berlin İnsan Haqları və Demokratiya evində baş tutub. İnsan haqları müdafiəçiləri, jurnalistlər, hüquqşünasların iştirakı ilə keçirilən konfransda İranda insan haqlarının vəziyyəti, Azərbaycanlı siyasi və milli məhbuslara qarşı olan təzyiqlər müzakirə olunub. Çıxışçılar İran hökumətinin narazılara qarşı repressiyalarını pisləyib, bunun daha ağır nəticələr verə biləcəyi barədə xəbərdarlıq ediblər. Davam edirik. Rusiya Xarici İşlər Nazirliyi dünən yaydığı açıqlamada bildirib ki, Moskva 2025-ci ildə İranda daxil olmaqla bir sıra müttəfiq və tərəfdaş ölkələrlə münasibətlərini yeni səviyyəyə yüksəldib. Bu haqda İran mediası məlumat yayıb. Açıqlamada vurğulanıb ki, İranla imzalanan və qüvvəyə minən hərtərəfli strateji saziş iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin başlanğıcı hesab olunur. Bu sənəd siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələrin daha da dərinləşməsini nəzərdə tutur, deyə açıqlamada qeyd olunub. İqtisadiyyat xəbəri ilə davam edirik. Bugün Tehranın azad bazarında hər bir Birləşmiş Ştatlar dollarının qiyməti 137 min tüməni keçib. Bu haqda yerli mənbələr məlumat yayıb. Bununla yanaşı hər bir avro 161 min tümənə satılıb. Azərbaycan manatının da dəyəri yenidən artaraq bir azın 80.760 tümənə çatıb. Qeyd edək ki, ekspertlər ilin sonuna kimi hər bir Birləşmiş Ştatlar dollarının dəyərinin 135 min tümənə çatacağını proqnozlaşdırsalar da bu gözləniləndən tez baş verdi. Dünya gündəminə nəzər salaq. Ukraynanın tərəfində Rusiyaya qarşı döyüşən Rusiya Könüllülər Korpusunun lideri Denis Kapustin öldürülüb. Kapustinin Zaporojye vilayətində PUA zərbəsi nəticəsində həlak olduğu bildirilib. Qeyd edək ki, Kapustin 2023-cü ilin yazında Rusiyanın Kursk və Bryansk vilayətlərinə hücumların təşkilatçılarından biri olub. Onun barəsində Ukrayna Silahlı Qüvvələrinin tərəfinə keçmək ittihamı ilə qiyabi həbs qərarı çıxarılıb. Daha sonra hərbi məhkəmə onu xəyanət və terrorizmə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edib. Rusiya Könüllülər Korpusu Rusiya Federasiyasında qadağan edilib və terror təşkilatı kimi tanınır. Polşa, Rusiyaya aid hərbi təyyarələrin fəal uçuşlar həyata keçirməsi ilə bağlı hərbi hava qüvvələrinə aid qırıcıları havaya qaldırılıb. Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb. Hərbi təyyarələr Polşa hava məkanında fəaliyyətə başlayıb, qırıcı təyyarələr yerləşdirilib və yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib, deyə əməliyyat komandanlığının X hesabında deyilir. İdman xəbəri ilə davam edirik. Bir xaker qrupu Tehranın Persepolis futbol komandasına kiber hücum etdiyini və klubun təxminən 100 vacib müqaviləsi və sənədinin əldə edilərək satışa çıxarıldığını iddia edib. Bununla bağlı İran mediası məlumat yayıb.
Bildirilib ki, məsələ ilə bağlı klubun 2 rəsmisi ilə əlaqə saxlanılsa da onlar bundan xəbərsiz olduqlarını deyiblər. Perspolisin informasiya texnologiyaları rəsmilərinin bu məsələ ilə bağlı nə deyəcəyi və klubun bəzi sənədlərinin və müqavilələrin sındırıldığı təsdiqləməyəcəkləri hələlik məlum deyil deyə məlumatda qeyd olunub. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.